Salam, axşamınız xeyir olsun. Gündən mühüm xəbər toplusu ilə qarşınızdayıq. Diqqətiniz bizdə olsun. Əvvəlcə əsas xəbər başlıqlarına qısaca nəzər salaq. Təbrizdə hava çirkliliyi həssas yaş qruplarına xəbərdarlıq edildi. Şərqi və Qərbi Azərbaycan əyalətlərində məktəblər bağlandı. Daha 18 məhbus edam edildi. İran Hizbullaha daha 1 milyard yardım edəcək. Zəngəzur dəhlizi bütün region tərəfindən gözlənilir, nazir müavinindən açıqlama. İndi isə daha ətraflı. Təbrizdə hava çirkliliyi yenidən artıb və həssas yaş qrupları üçün təhlükəli həddə çatıb. Bu haqda yerli media məlumat yayıb. Məlumata görə hazırda şəhərdə hava çirkliliyinin səviyyəsi 122 mikroqram kubmetrdir. Qeyd edək ki, 2024-cü ilin mart ayından 2025-ci ilin mart ayına kimi ölkədə 60 min nəfər hava çirkliliyi səbəbindən həyatını itirib. Bugün Şərqi Azərbaycan və Qərbi Azərbaycan əyalətlərində məktəblər və başqa təhsil ocaqlarında tətil elan edilib. Bu haqda yerli media məlumat yayıb. Bunun yayımlamaqda olan yeni növ qripin yoluxmanın qarşısını alınmaq məqsədi ilə edildiyi bildirilib. Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin məlumatına görə ölkədə yayılan yeni növ qripə yoluxanlardan 115 nəfər həyatını itirib. Həmçinin İranın 8 əyalətində yeni növ qripə yoluxma sayının təhlükəli həddə çatdığı və yoluxma nisbətinin Səhiyyə Nazirliyinin proqnozlaşdırdığı həddən bir neçə dəfə çox olduğu bildirilib. Ötən gün İran Telekommunikasiya şirkətinin Urmu, Təbriz və Həmədan şəhərlərindəki təqaüdçüləri yenidən ənənəvi həftəlik etiraz eyləmi keçiriblər. Bu barədə İLNA məlumat yayıb. İmzalanan sənədlərdən biri Azərbaycan Dövlət Neft Şirkəti ilə Türkiyənin Gamma Enerji şirkəti arasında enerji sahəsində əməkdaşlığı nəzərdə tutur. Forum çərçivəsində eyni zamanda Azərbaycan və Türkiyə şirkətləri arasında investisiya və sənaye sahələrində əməkdaşlığın genişləndirilməsinə yönəlmiş daha bir saziş imzalanıb. Sənəd iki ölkə arasında iqtisadi tərəfdaşlığın dərinləşdirilməsi və birgə layihələrin təşviqinə xidmət edir. Bugün dekabrın 23-cü səhər saatlarından başlayaraq İranın 55 həbsxanasında saxlanan minlərlə məhbus edam hökmlərinin dayandırılması tələbi ilə yenidən aclıq eyləminə əl atıblar. Bununla bağlı İnsan Haqları Təşkilatları məlumat yayıb. Bildirilib ki, onlar beynəlxalq ictimaiyyətin və insan haqları müdafiə qurumlarının diqqətini ölkədə artan edam cəzalarına cəlb etmək üçün buna əl atıblar. Aclıq eyləmi 100-cü dəfədir ki, hər həftənin ikinci gündən başlayaraq 24 saat müddətinə keçirilir. Qeyd edək ki, cari ilin əvvəlindən bugünə kimi İran həbsxanalarında edam edilənlərin sayı 1500-ü keçib, onlardan 43-ü qadındır. İranın bir neçə şəhərinin həbsxanasında daha 18 məhbusun edam hökmü yerinə yetirilib. Bu barədə İnsan Haqları Təşkilatları məlumat yayıb. Məlumata görə onlar narkotik maddələrin alveri və adam öldürməkdə günahlandırılıblar. Edam edilənlərdən ikisinin Əfqanistan vətəndaşı olduğu bildirilib. Bununla da İranda cari ildə edam edilənlərin sayı 1500-ü keçib, onlardan 43-ü qadındır. Noyabrın 22-sindən dekabrın 22-sinə kimi İran həbsxanalarında 338 məhbus edam edilib. Bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb. Bildirilib ki, bununla da qeyd olunan müddət ərzində hər 2 saatda bir nəfər dar ağacından asılıb. Edam edilənlərin əksəriyyəti narkotik maddələrin alveri və adam öldürməkdə günahlandırılsalar da onların arasında bir neçə siyasi məhkumun adı var. Qeyd edək ki, cari ildə İranda edam edilənlərin sayı 1500-ü keçib, bu əvvəlki ilə müqayisədə 2 dəfə çoxdur. Norveç Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına İrana səfər etməmələri ilə bağlı yenidən xəbərdarlıq edib. Bu haqda Norveç Xarici İşlər Nazirliyinin sözçüsü Mathias Rongut bildirib. O, İran əsilli Norveç vətəndaşı Şəhin Mahmudinin İrana səfər etdikdən sonra dekabrın 14-də həbs olunduğunu təsdiqləyib. İranda Norveç vətəndaşının həbsindən xəbərdarıq. Ancaq məxfiliyə sadiq olduğumuz üçün əlavə məlumat verə bilmərik. Norveç Xarici İşlər Nazirliyinin saytı isə İrana səfərlə bağlı xəbərdarlıq bölməsində ölkə vətəndaşlarının, xüsusən ikili vətəndaşlığı olanların İslam Respublikasına getməmələri barədə xəbərdarlığı yeniləyib. İranda saxlanan İran-Norveç vətəndaşlarına Norveç səfirliyinin dəstək verməsi çox çətindir və praktik olaraq mümkün deyil.
Davam edirik. İran qarşıdakı il üçün dəstəklədiyi Livan Hizbullah üçün yenidən 1 milyard dollar yardım ayıracaq. Bu haqda İsrailin Kan şəbəkəsinin ərəb məsələləri üzrə müxbiri Roy Kays məlumat yayıb. Onun sözlərinə görə İran İslam İnqilabı Keşikçiləri Korpusunun güc qüvvələri yardımın 2 milyard dollar olmasını tələb etsə də bu qəbul olunmayıb. Bildirilib ki, Tehranın yardımı müntəzəm olaraq həyata keçirilsə də Hizbullah liderlərinin fikrincə bu məbləğ qruplaşmanın hərbi potensialını bərpa etmək üçün kifayət deyil. Onun sözlərinə görə qruplaşmanın müharibədən sonra özünü bərpa etməsi üçün İran son bir ildə Livandakı Hizbullaha 100 milyonlarla dollar köçürüb. Qeyd edək ki, ABŞ 12 noyabrda sanksiyalara baxmayaraq İranın Livandakı Hizbullaha təxminən 1 milyard dollar göndərdiyini açıqlayıb. Livanın cənubundakı Sayda bölgəsində İsrail hərbçilərinə qarşı terror hücumlarını təşkil edən və Hizbullahın terror infrastrukturunu yenidən qurmaqda iştirak edən 3 Hizbullah üzvü zərərsizləşdirilib. Bu barədə İsrail Müdafiə Qüvvələrinin Telegram kanalı məlumat yayıb. Məlumatda bildirilib ki, ilkin araşdırmaya əsasən zərbə zamanı məhv edilən terrorçulardan birinin eyni zamanda Livan ordusunun kəşfiyyat bölməsində xidmət etdiyi müəyyən edilib. Əməliyyat zamanı daha 2 terrorçu da zərərsizləşdirilib. Onlardan biri Sayda bölgəsində Hizbullahın hava hücumundan müdafiə sistemində fəaliyyət göstərib. İDF Livan ordusu ilə Hizbullah terror təşkilatı arasında əməkdaşlığı kəskin şəkildə pislədiyini bəyan edib və İsrail dövlətinin mülki əhalisinə qarşı istənilən təhdidi aradan qaldırmaq üçün fəaliyyətini davam etdirəcəyini vurğulayıb. Bəyanatda qeyd olunub ki, İDF terror infrastrukturunu yenidən qurmağa çalışan Hizbullah üzvlərinə qarşı əməliyyatlar aparır və bu fəaliyyətlər İsrail və Livan arasında mövcud razılaşmaların ciddi şəkildə pozulması hesab olunur. İsrailin baş naziri Benyamin Netanyahu İranın son hərəkətlərinə toxunaraq, İsrailə qarşı hər hansı bir hərəkət olacağı təqdirdə Tehranı çox sərt cavabla hədələyib. Bu haqda Times of Israel məlumat yayıb. Benyamin Netanyahu İsrailin İranın son təlimlərindən xəbərdar olduğunu və bu prosesləri yaxından izlədiyini açıqlayıb. O, İranın nüvə fəaliyyətinin ABŞ prezidenti Donald Trumpla qarşıdakı görüşündə müzakirə ediləcəyini bildirib. İsrailin təhlükəsizlik hazırlığını vurğulayan Netanyahu İranın istənilən təxribatçı hərəkətinin anındaca cavablanacağına təkid edib. Qeyd edək ki, son vaxtlar İran hərbi təlimləri artırıb və yeni növ uzaq mənzilli raketləri nümayiş etdirib. Buraxılışımız davam edir. Bakıda keçirilən 2-ci Azərbaycan-Türkiyə investisiya forumu çərçivəsində Azərbaycan və Türkiyə şirkətləri arasında 2 əməkdaşlıq sazişi imzalanıb. İmzalanan sənədlərdən biri Azərbaycan Dövlət Neft Şirkəti ilə Türkiyənin Gamma Enerji şirkəti arasında enerji sahəsində əməkdaşlığı nəzərdə tutur. Forum çərçivəsində eyni zamanda Azərbaycan və Türkiyə şirkətləri arasında investisiya və sənaye sahələrində əməkdaşlığın genişləndirilməsinə yönəlmiş daha bir saziş imzalanıb. Sənəd iki ölkə arasında iqtisadi tərəfdaşlığın dərinləşdirilməsi və birgə layihələrin təşviqinə xidmət edir. Orta dəhlizin təbii və tamamlayıcı davamı kimi Zəngəzur dəhlizi bütün region tərəfindən gözlənilir. Bunu Türkiyə Ticarət Nazirinin müavini Mustafa Tuzcu 2-ci Azərbaycan-Türkiyə investisiya forumunda deyib. O bildirib ki, bu dəhliz təkcə Türkiyə ilə Azərbaycan arasında deyil, Asiya ilə Avropa arasında da tədarük zəncirini birləşdirən kritik əhəmiyyət daşıyır. Avqust ayında Qarsda keçirilən açılışdan sonra Qars-Naxçıvan dəmir yolu layihəsinin icrası Zəngəzur dəhlizinin effektivliyini daha da artıracaq deyə nazir müavini qeyd edib. Qazax rayonunun işğaldan azad edilmiş ərazilərində 243 hektar ərazi minalardan təmizlənib. Təmizləmə əməliyyatları zamanı daha çox piyada əleyhinə minalara rast gəlinib. Məlumata görə Qazax rayonunun işğaldan azad edilmiş ərazilərində 2024-cü ilin aprel ayından etibarən mina təmizləmə fəaliyyəti icra edilir. İcra edilən əməliyyatlar zamanı 243 hektar ərazi təmizlənib. Mina 65 ədəd piyada əleyhinə mina, 108 ədəd tank əleyhinə mina və 54 ədəd partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib. Qeyd edilmiş ərazilərdə həm relyef çətinliyi, həm də minalarla yüksək səviyyədə çirklənmə mövcuddur.
Qazaxstanda komissiya yaradılıb və istintaq hələ də davam edir. Hadisə baş verdiyi andan bir il ərzində yaranmış komissiyanın ilkin hesabatı bu ilin yanvar ayının sonunda təqdim olunub. Amma tam hesabat hələlik yekunlaşmayıb. Bunu Azalın vitse-prezidenti İlham Əmirov J28243 reysinin anımına həsr olunmuş poçt markasının təqdimatı zamanı bildirib. Onun sözlərinə görə komissiyanın ilkin hesabatında artıq havada olarkən təyyarəyə qeyri-qanuni fiziki müdaxilə baş verdiyi əksini tapıb. Qara qutu da açılandan sonra aydın oldu ki, təyyarənin həyati sistemlərindən üçü birdən eyni anda sıradan çıxıb. Bu isə təyyarəyə kənar qüvvənin təsiri ilə baş verib. Azalın İdman xəbəri ilə davam edirik. Traktor Asiya Çempionlar Liqasının əsas mərhələsində ardıcıl 4-cü qələbəsini qazanıb. Xəbərlərin yayılmasından sonra bəzi media orqanları xüsusən sosial media şəbəkəsində Məhəmməd Benaya qarşı kampaniya başladılıb. Onun Azərbaycan Respublikasının komandasına rəhbərliyi tənqid olunub. Məhəmməd Bena 2012-ci il London Olimpiyadasında İran Milli Yunan-Roma güləşi komandası ilə 3 qızıl medal qazanıb. Qeyd edək ki, xatırladaq ki, son illər İranda idmançılara və məşqçilərə qarşı laqeydlik və iqtisadi vəziyyətin ağırlığı ilə bir çox idmançının başqa ölkələrə, o cümlədən Azərbaycan Respublikasına gəlmələrinə səbəb olub. Belə hörmətli tamaşaçılar, bugünə çatdıracağım əsas xəbərlər bunlar idi. Görüşmək ümidi ilə salamat qalın.